Salam aleyküm, hardayam, Atyalındayam. 5 sotun içərisində, bəli, 5 sot kupçalı ev axtarırdınsa düz ünvandasan. Şəxsi tikili 4 otaq, 1 mətbəx. Və burada da ayrıca bağ var. Bir dənə də rahatlıqla üz oyuna ev tikə bilərsən. O tərəf çünki yola düşür. Yəni rahatlıqdan bir dənə ev tikə bilərsən. Həyətində əl damısı zadı, hər şey var. Şəxsi tikili evdir. Yəni girə içərisindən tanış ola. Qıraqlarına cürbəcür ağaclar əkib. Həqiqətən gözəl evdir, kürsüdür. Yerdən harasa bir 7-8 daş kürsüdədir. Qiymətinə görə əla qiymətədir. Ya qiymətdə nə qədər endirim elətdirdim ona? Deyəcəm içəridə. Yəni fikirləşim, onu dəqiq vırım, çıxım, bölüm deyəcəm. Buradan gəldi, bir dənə burada geniş zalıdır. Zalın ölçüsü həqiqətən çox idealdır. Ölçüyə bax, qoşa, daşdır. Yəni deyir, ürəkdən iş görmüşəm, şəxsi özümə tikdiyim evdir. İstəyə uyğun içəridə nə görürsən, gülə qədər qala bilər, yəni. Nə ürəyin istəyir qala bilər. Həqiqətən gözəldir. Bax, burada bir dənə geniş mətbəxdir. Kupçalıdır. Əsas odur fərdi yaşayışın kupçasıdır. Burada bir dənə geniş mətbəxdir. Mətbəx evinə bax, bu da gözəldir. Əla qiymət. Həqiqətən ideal qiymətdir. Buradan da gəldi hamamı, sanuzeli. Bax, bir otaq boyda hamam sanuzeli var. Gözəl proyektdir. Burada da bir dənə normal yataq otağıdır. Bunun da ölçüsü həqiqətən normaldır. Qiymətinə görə əladır. Buradan gəldi. Bir dənə də burada geniş yataq otağıdır. Bütün otaqların pəncərələri öz həyətini görür. Bax, içəridə nə görürsünüz? Çöpə qədər saxlaya bilər. Deyir, problem deyil. Qiymətdə gəlsin, razılaşaq. Hər şeyi saxlayıram. Burada da bir dənə qəşəng dedisko otağıdır. Otaq sayı çoxdur. Kvadratda əladır. Qiymət haqqında tam məlumat verim sizə. Qiyməti neçəyə? 56.000 manatadır. Real puldan gəl, endirimdə var. Plus hansı əşyanı da istəyirsən deyə problemdir. Onsuz da Kunomobili belə də qalacaq. Əlaqə saxlayın, yoluna qoyğun hökmə dairəsinə qalxırsan Atyalında. Vüsal Şallıq sarayının arxasından bura rahat bir 1 kilometr məsafə var. Yəni yol qırağı, yoldan birinci ev istəyənlər gəlməsin. Amma normal, səliqəli, rahat yerdə ev axtardınsa düz ünvandasan. Sağ ol.